Dediyim kimi də Quran Allahın kitabıdır. 114 surəsinin 113'ü Bismillahirrahmanirrahimlə başlayan Allahın. Yaradıb, bəndəsini sevən, sevgisi ilə lütf eləyən, Allah da Allah nə deyim, Allahın hər sözü sevgidir, məhəbbətdir. Sən özünə münasib bir yol tap insanlara bu dini çatdırmaq üçün. Bəzi ayələr və hədislər var, çox məşhurdur, o qədər məşhur olmamalıdır. Bəzi ayə və hədislər var, qəribdir, bu qədər qərib olmamalıdır. Bəzi sözlər var, hey dalbadal, hamı təkrarlayır, bəzi sözlər var, heç kəs danışmır. Bunlar bizim dərdlərimizdir, bölüşürük. Burada söhbət edirik. Mən deyəsən belə getsə, sözümün yarısına gəlib çıxmamışam, yarımçıq kəsməli olacaq. Bu dəfə deyəsən doğrudan da yarımçıq kəsməli olacaq. Mənim o qədər ürəyim doludur və fürsət də bir dəfədir, bir-iki dəfədir olur ildə. Bu sözlər qəlbimizin sözləridir və ağrı, acı deyil bu ki, buradan bədbin çıxaq deyə biz nə gündə. Biz əlac axtarırıq, biz həmişə nikbinik. Allah varsa, biz səhvimizi tapırıqsa, Allaha ərz edə biliriksə, biz nikbinik. İnşallah ki, hər şey yaxşı olacaq. Başqa bir yolu yoxdur. Sadəcə müzakirələrlə yaxşı olur deyə vəzifəmiz bunları danışmaqdır. Dindar kimdir? Dindar həm həyatından ləzzət alandı, həm dindarlığından ləzzət alandı. Mənəvi hal budur. Mən dedim keçən dəfə, dünən dedim. Dedim ki, bu elə bəhslərdir ki, bunu sübut eləmək çox da asan deyil. Cəmaatın illərlə sevinc adlandırdığı şeyi mən birdən-birə deyirəm, sən bu sevinc deyil. Cəmaatın illərlə ləzzət saydığı şeyi deyirsən, bu ləzzət deyil. Birdən-birə bunu əsaslandırmaq çətindir. Sübut eləmək çətindir. Mən sadəcə hədislər oxuyuram əleyhissalamdan. Əleyhissalam buyurur ki, وَالْمُتَمَتِّعُونَ مِنَ الدُّنْيَا تَبْكِي قُلُوبُهُمْ وَاِنْ فَرِحُوا. Nə gözəl hədislərdir. Buyurur ki, dünyaya tamah salan insanlar, dünyapərəst insanlar qəlbləri ağlayır, zahirən sevinç halında olmaqlarına baxma. Yəni, dünyapərəstlər zahirən şad görünür, qəlbləri qüssə içindədir. İndi gəl adamın özünə sübut elə ki, sənin qəlbində qəm var, sən elə bilirsən, sən sevinirsən.